Salam Hira müəllimə. Salam. Bugün məncə uşaqları maraqlandıran siz ən gözəl, mənim fikrimcə ən gözəl, ən brend riyaziyyat müəlliməsi olaraq sizdə bəzi fikirlər mənim üçün riyaziyyat haqqında maraqlıdır. Uşaqları da düşündürür, məncə valideynləri də düşündürən maraqlı suallarımızdır. Sizcə riyaziyyat istedad tələb edir, yoxsa hər uşaq riyaziyyat öyrənə bilərmi? Düşünürəm ki, riyaziyyat istedad tələb eləmirdisək, onda bu riyaziyyatı görən şagirdlərimə biraz haqsızlıq olar. Yəni ki, sualı oxuyan kimi bəzən deyirəm riyaziyyatı görmək lazımdır. Haqsızlıq olar. Riyaziyyat istedad tələb eləyirdirsəm, bizə belə deyim də sıfırdan qaldırdığım uşaqlara haqsızlıq olar. Ona görə yəni yüksək yazmaq üçün tələb eləyir, amma normal yazmaq üçün zəhmətlə də onu əldə eləmək olar. Mən də sizin fikrinizə qatılaraq deyirəm. Mən də birinci hissə müəlliməsi olaraq sizin fikrinizə qatılıram. Uşaqlarımızın əksəriyyəti bilirsiniz ki, orta uşaqlarımız çoxdur. Bəli. Mən hər zaman deyirəm uşaqlara ki, məncə Hira müəllimə bütün ən zəif uşaqlara belə riyaziyyatı öyrədir. Çox gözəl nəticələr əldə edir. Amma riyaziyyatçı məncə doğulmaq lazımdır. Yəni hər uşaq riyaziyyatçı bəzən heç hamı onu başa düşə bilmir, amma 50 balı, 60 balı yığdırmaq olur. Amma bundan yüksək nəticələr üçün tək müəllim kifayət eləmir. Məncə həmin uşaqların mütləq doğulmalıdır. Riyaziyyatçı bir sözlə məncə riyaziyyatçı doğulmaq lazımdır. Mən də elə düşünürəm. Bəs yaxşı, hazırlığa gələn hər uşaq yüksək bal toplayır. Elə düşünürlər ki, gələn hamı yüksək bal toplamalıdır. Yox, elə şey olmur. Kəşke elə olardı, amma elə olmur. Məncə elə olsa biz hamımız istəyərdik ki... Bəli, təbii ki də. Seyri çubuğumuz yoxdur. Düzdür, sizin riyaziyyatda seyri çubuğunuz var məncə. Çünki sizin toxunduğunuz uşaqların siz ən zəif uşağa belə nəsə öyrədirsiniz. Ən zəif uşaqlara belə. Həm zəhmət tələb eləyir, qarşılıqlı olmalı da. Yəni amma yenə də düşünürəm ki, müəllim normal müəllimdirsə, bəlkə 60-ın 40-a, 60 şagirdin payına düşür. 40 uşaq. Yox, hə, düz dedim. 60 şagirdin payına düşür, 40 müəllimin payına, bəli. Bəs yaxşı, telefon necə? Sizcə telefon Valla mənim ən yüksək yığan şagirdlər, telefonun şeyi varmı yəni? mane olur uşağa sizcə? Baxır uşağa, mənim ən yüksək yığan şagirdlərim heç biri telefondan imtina eləmirlər. Onlar çox qəribədir ki, o uşaqlar telefonla da istifadə qaydasını bilirlər. Bilirlər ki, necə istifadə etmək lazımdır ki, telefon onlara mane olmasın. Telefonla istifadə edə bilməyən üçün bəli, həmişə mane olur. Və bir növ bəhanəni telefonu atır, telefon üstünə atır. Ən məşhur bəhanə nədir uşaqlarda? Bu ilin ən məşhur bəhanəsi o biri dəftərdə qaldı. O biri dəftər deyə bir şey qeyd olmuşdu bu il. Mən o biri dəftəri görmədim. O biri dəftər evdə qaldı. O biri dəftərdədir. O biri dəftər adında bir Sizcə o biri dəftər bəhanə edən uşaqlar İndi dua edirlər ki, inşallah ki, ballar çox amma əziyyət çəkən uşaqlar təbii ki də yaxşı. Görürsüz hamısının bəhrəsini görür. Sizdə, bizdə, onlarda. Amma o biri dəftərdə qaldı, gələ bilmədim. Bəhanə edən uşaqlar hardadır indi? İndi işlə. Sadəcə dua edirlər. Dua edirlər ki, bəlkə düşürlər. Sizcə gündə neçə saat dərs oxumaq kifayətdir? Uşağa baxır, şagirdə baxır. Şagird də, bütün şagirdlər, yəni ki, normal uşaqlardan hamısı da öz-özünü tanıyır. Uşaq öz-özünü tanımalıdır ki, mən 5 saat oxusam nəticə alaram, 1 saat mı, 3 saat mı, uşağa baxır. Mən elə bilirəm ki, uşaqlar özləri qoymalıdırlar öz saatlarını. Bəli, mən deyim 10 saat oxu, keyfiyyət bütün telefona baxır, bir gözün telefonda, bir gözün dəftərdə. Bizim və yaxud valideynin məcburiyyəti ilə də yox. Mümkün deyil. İstəmək. Yenə də həmişə o yüksək bal, yüksək yazan uşaqları düşünürəm ki, onlara heç bir valideyn məcbur, yazıq valideynlər bütün gün işdə, gücdə, evlə, o, bu, yəni onlara heç bir valideyn məcbur. Valideynlər də başa düşürəm, illər ay uşağı sizə verir, belə elə başa düşürəm. Amma uşaq bizə verməklə deyil də, uşağın özündə olmalıdır. Bəzən deyirlər, filan müəllim çox sərtdir, bu müəllim verir. Heç bir fərqi yox, istəyir sərt nə olursan o uşaq. Biz 2 saat onların yanında oluruq da. Günün 24 saatdan ibarətdir də, bəs qalanı. Şagirdlər ən çox eşitdiyi cümlə hansıdır? Şagirdlərdən, siz şagirdlərdən ən çox hansı sözləri eşidirsiniz? Mən şagirdlərdən yaxşı və pis. Valla pis mənə deməzlər hər halda. Yaxşı, nə bilim, sağ olsunlar. Qəşəng komplimentlər deyirlər hərdən. Sizə məncə pis heç nə demək olmaz. Sağ olun. Hira müəlliməm, şagirdlərdən ən çox eşitdiyiniz, sizin ən çox eşitdiyiniz sözlər hansıdır? Mənim dediyim söz, başa düşdü, aydındır, bir də deyim, tamma soruş, bütün günü. Yaxşı, fizika, siz bilirik də, hamımız bilirik, həm də uşaqları fizika müəlliməsiniz. Bəli. Siz bəs fizikanı sıfırdan öyrənmək sizcə mümkündür? Mümkündür. Sıfırdan, onsuz da uşaqlar demək olar ki, sıfırdan gəlirlər. Məktəbdə hazırlıqda öyrənərik, təəssüf ki, məktəbdəki müəllimlərin də əziyyətini biraz yerə vurmuş olurlar. Hazırlıqda öyrənərik deyərək gəlib çıxırlar sıfırdan gəlirlər. Amma öyrənmək olur. Onun üçün uşaqdan asılıdır, yenə uşaqdan asılıdır. Siz fikir verirsiniz, biz bu danışığın, bu söhbət, bizim hər zaman sizinlə müzakirələrimiz belə olur. Hamısının axırında nə deyirik? Şagirddən asılıdır. Biz özümüz o qədər güvənirik ki, ona görə düşünürük ki, bizə düşən payı onsuz da layiqincə yerinə yetiririk. Qalır şagirdin köməyi bizə. Və özünə. Bəs riyaziyyatdan sizcə 90+ bal toplamaq üçün uşaqlar nə etmək lazımdır? Məncə ən çox müzakirə burada olmalıdır. 90+ bal yığmaq üçün biraz uşağın istedadı olmalıdır. Uşaq o riyaziyyatı görməlidir, o məsələni görməlidir. Görməsə mümkün deyil. Yox, 90+ elə belə deyil. Ağza dilə kolay gələ bilər. Nə 70+ da asan deyil, nəinki riyaziyyatdan heç bir fəndən. Amma ki, həm beyin olmalıdır, həm də zəhmət. Məncə də mən düşünürəm ki,
riyaziyyat elə fəndir ki, orada mütləq baş gərəkdirir. Hə. Yəni 90 Belədir. siz demiş 90 elə belə bal deyil. Yox. 90 üçün hər üç müəllimin də Bəli, mən hər bəli. zaman vurğulayıram o üç bucaq var. Müəllim, şagird, Bəli. valideyn. Üçünün də payı olmalıdır. Bəli, 90 bəli, elə belə bəli. bal deyil. Bəli, elədir. İnşallah sentyabr az qalır. Bəli, uğurlar gözləyirik. İnşallah. Böyük həvəslə, böyük enerji ilə. İnşallah. Məncə siz hər bir şagirdin payına düşə biləcəyi ən gözəl riyaziyyat müəlliməsiniz. Siz Çünki də. mən bunu bizim yaxın olduğumuz üçün deyil də, görürəm də uşaqların üstündə olan əziyyətinizi, ən əsası müəllimin savadını bir kənara qoysaq, məncə müəllim ən birinci müəllim yaxşı vicdanlı insan olmalıdır. Əziyyət çəkməlidir və mütləq ki, savaddakı də söz ola bilməz. Çox sağ Belə. olun. Ceyran müəllimə də sualları verəm. Hələlik Öpürəm. inşallah sentyabrda görüşərik. İnşallah.